Salam dostlar. Çaşdırıcı suallar silsiləsindən far və ya by far'nın fərqinə fikir verək. Fa müqayisə dərəcəsində işlənir. Fa nicer, far better, çox daha qəşəng, yaxşı mənasında. Daha sonra by far ifadəsi vardır. Bu isə üstünlük dərəcəsində işlənir. Deməli, by sözününlə işlədikdə struktur belə olacaq. By far plus D plus üstünlük dərəcəsi və ya D by far üstünlük dərəcəsi. Example, by far the nicest, by far the best, açıq, aşkarsız, ən yaxşısı. Daha sonra predicative sifətlərə baxaq. Adətən E hərfi ilə başlayan sifətlər attributive ismin qarşısında işlənə bilmir, yalnız predicative xəbərdən sonra işlənir. Bunlar aşağıdakılardır. Afraid, alive, alone, asleep, awake, alike, ashamed, aware. Example, the baby is asleep. An asleep baby deyə bilmərik, bu səhv ifadədir. Onun əvəzinə sleeping baby'dən istifadə edirlər. Diqqətinizə görə sağ olun, videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərləri də faydalansınlar.